Salam hamıya, videoma xoş gəlmisiniz. Bugün Met Gala 2026-nın geyimlərini, yəni məşhurların geyindiklərini şərh edəcəyik. İlk olaraq Met Gala haqqında ümumi desəm çox da yaxşı değildi. Çox qəşəng bir mövzuları var idi əllərində. Yəni fashion is art, yəni moda sənətdir mövzusu. Amma məşhurların daha çox belə selebriti məşhurların çox da mövzuya diqqət etmədiklərini düşünürəm. Yenə də yaxşı geyinənlər var idi bu il. Gəlin başlayaq. Bu il Met Galaya 255 nəfəri qatılıb. Yəni Vogue səhifəsi mənə bunu deyir. Təbii ki də 255 nəfərin hamısını şərh edə bilmərəm, çünki video çox uzun olar və arada çox da mövzuya uyğun olmayan elə beləsinə paltar geyinib gələnlər də var idi. Onlar haqqında danışmağa dəyməz. İndi başlayaq Rihanna'dan. Rihanna mən niyəsə Met Galada görmədim. Çünki 2 saat 40 dəqiqə deyəsən getdi. 3 saata yaxın Met Gala'na oturdum, izlədim. Rihanna çıxanda bilmirəm, onu görübmü tanımadım, yoxsa onu göstərmədilərmi? Repertuarlarda falan da yox idi. Və dedim ki, Rihanna yəqin qatılmayıbdı. Bir də gördüm ki, internetdə Rihanna'nı paylaşıblar. Və geyimini bəyəndim, xoşuma gəldi. Favorim deyil, amma mövzuya uyğun gəlib. Beyoncé-nin paltarını mən nəsə bəyənmədim. Belə pis deyil, amma həm daha əvvəl Beyoncé-də belə şeyləri görmüşük, həm də ki, bilmirəm, mənə çox boğucu gəldi bu paltar. Belə daha əvvəl görmüşəm də bunun fərqli versiyalarını. Eyni zamanda da mövzu ilə uyğunlaşmasından çox biraz boğucu hiss etdirdi. O tüklər, o necə desəm, başına taxdığı falan. Əslində tük olmasa, bir tərəfdən qəşəngdir, bir tərəfdən də çox xoşuma gəlmədi. Yəni çox bəyənmədim Beyoncé-ni. Teyana Taylor, bu qadın ümumiyyətlə qırmızı xalçalarda falan çox qəşəng geyinir və keçən ilki Met Gala kombini də çox qəşəng idi. Ona görə bu qadından çox qəşəng bir şey gözləyirdim. Dedim ki, bu gələcək Met Galanı sallayacaq, amma yəni belə bir şey gözləmirdim də. Çox necə desəm, xəyal qırıqlığı yaşadım. Heç xoşuma gəlmədi də. Heç gözləməzdim ondan belə bir şey. Daha qəşəng bir şey geyinə bilərdi məncə. Doja Cat'in görünüşünü bəyəndim. Qəşəng görünür, amma Met Gala'ya uyğun deyil. Bunu başqa bir yerdə geyinsəydi, nə bilim, Grammy-də falan, VMA-də çox bəyənərdim. Ya saçı, makyajı falan çox qəşəng olub, amma bəyənmədim. Doja Cat mövzuya uyğun deyil. Nicole Kidman'ın da yenə dediyim kimi Doja Cat'dəki kimi başqa bir yerdə geyinsəydi bəyənərdim, amma mövzu ilə əlaqəsi yoxdur. Bir də ev sahiblərindən biriymiş Met Gala'nın, yəni sponsoruymuş da qadın. Sponsor olasan belə geyinib gələsən yaxşı değildi. Taylanın geyimi bilmirəm, məndə çox qarışıq hisslər yaratdı. Bəyənib bəyənmədiyimi anlamadım. Bir tərəfdən deyəsən hansısa bir sənət əsərindən götürübmüş bu geyimi, yəni ondan ilhamlanaraq geyinmişdi. Bir tərəfdən də bilmirəm, belə çox bəyənmədim. Özəlliklə alt hissəsini bəyənmədim. Deyəsən tovuz quşundan ilhamlanaraq geyindiyi bir paltardı. Yəni mövzuya uyub əslində, amma bilmirəm, çox içimə yatmadı və o qədər də pis deyil yenə də, daha pis geyinənlər var idi. Yəni belə desəm, mövzuya uyğun gəlməsinə də baxacağam. Eyni zamanda biraz işin içinə şəxsi zövqümü də qataraq dəyərləndirəcəm bəzi şeyləri. Və təbii ki də əsasında mövzuya uyğun gəlməsinə diqqət yetirmək lazımdır. Sabrina Carpenter məni təəccübləndirdi. Çünki çox vaxt belə qırmızı xalçalarda falan risksiz şeylər geyinən birisidir. Amma bunu çox bəyəndim. Yəni ən sevdiklərimdən biri oldu. Üstündə qadının filmlər var. Ondan özünə bir paltar düzəldiblər və üstündəki filmdə əslində adı nə idi qadının, yadımdan çıxdı. Audrey Hepburn deyəsən, düz dedim yəqin ki adını. Onun Sabrina adında bir filminə aid imiş. Bu fikir çox xoşuma gəldi, ideyanı bəyəndim. Yəni Sabrina mənim favorilərimdən biri oldu bu gecədə. Hailey Bieber hansısa bir modellerin dizaynını geyinib. Mövzuya uyğun olaraq əslində uyğun imiş, amma çox sadə gəlib. Bir tərəfdən də insanlar deyir ki, Hailey Bieber olaraq dəyərləndirsək, bu qadın çox da belə abartılı şeylər geyinən birisi deyildi. Hətta keçən ilki Met Gala'da bildiyim bir dənə qara jaket geyinib gəlmişdi. Ona görə Hailey Bieber standartında yaxşıdır, amma biraz daha detay istəyərdim də paltar. Məsələn, o saç bu paltara məncə uyğun getməyib. Yəni paltarı önə çıxarmağa çalışıb, amma çox da bəyənmədim Hailey Bieber'ı. Charli XCX heç bəyənmədim. Heç xoşuma gəlmədi. Üstündəki gül yenə hansısa dizaynerin bir paltarına mı aid imiş, ya da bir sənət əsərinə mi aid imiş, orasını tam bilmirəm, amma yəni daha yaxşı ola bilərdi.
Cardi B-ni də mən Met Galada görmədim. Bilmirəm 3 saat boyunca mən izlədim. Cardi B-ni və Rihanna'nı niyə görmədim? Heç onlardan repertuar da götürməmişdilər. Cardi B mövzuya uyğundur. Qəribə görünür Cardi B hansısa bir sənətkarın deyəsən əsərlərindən ilhamlanaraq geyindiyi bir şeydir. Əslində bəyəndim yəni. Belə fərqli, əcaib şeyləri mən sevirəm də. Çünki mövzu elə bir mövzudur ki, yəni burada hər şey eləyə bilərsən də. Mən əslində bəyəndim. Yəni qəribə görünür bu paltarla insan içinə çıxmaq, durub da Met Galaya getmək biraz qəribədir, amma Cardi B-yə yaraşdırdım. Xoşuma gəldi. Colman Domingo bəyəndim. Hansısa bir sənət əsərindən götürüb deyəsən bu paltarı. Ümumiyyətlə bu ilki Met Galada sanki kişilər yaxşı geyinmişdi də. Çünki kişilər həmişə belə qalalarda falan dümdüz kostyumdan gəlirlər. Amma bu ilki Met Galada kişilər də geyimə önəm vermişdilər. Yəni geyindikləri şeyin bir mənası var idi. Dümdüz bir kostyumdan gəlməmişdilər. Colman Domingo'nu da mən bəyəndim. Kim Kardashian, yəni bu Kardashianlardan, Jennerlardan falan çox sıxıldım mən. Şərh edəsim də gəlmir. Kim Kardashianın da geyimi yenə hansısa bir adlarını bilmirəm şəxsən, onları bir-bir oxumaq, gəlib araşdırıb baxmaq istəmirəm də, amma internetdə insanlar paylaşırlar da bu barədə bunu geyinibmiş falan. Mən də tapsam bəzilərinin şəkillərini qoyaram bura. Bir dizaynerin keçmişdə olan bir dizaynerin paltarlarına, yəni dizaynlarından birini geyinibmiş. İndi gəldik Met Galada təkcə mənim deyil, hər kəsin favorisinə Emma Chamberlain. Yəni möhtəşəmdir həqiqətən. Bu moda sənətdir mövzusunu eşidəndə demək olar ki, mənim ağlıma gələn şey belə şey idi də. Yəni bir tabloya dönüşüb də qız həqiqətən o qədər qəşəngdir ki, orada o qədər müğənnilər, aktyorlar, nə bilim, celebrity məşhurlar var, amma hansısa bir YouTuber qız onlardan daha qəşəng geyinib də. Çox bəyəndim. Verdiyi poza falan da çox qəşəngdir, yəni. Əladır, elə bil ki, üstünə bir boya atmısan və boyalar axıb tökülüb də. Bir sənət əsəridir də bu paltar. Modanın bir sənət olduğunu bizə göstərən bir geyimdir bu. Kendall Jenner. Kendall'ı ilk görəndə anlamadım nə geyindiyini tam olaraq. Ona görə dedim ki, sadə bir şeylər geyinib gəlib bəyənməmişdim, amma sonradan anladım ki, sən demə heykəl olubmuş. Yəni heykələ əsasən bir paltar geyinib bəyninə, bir heykəldən ilhamlanıb. Ona görə də bəyəndim. Sadədir, amma mövzuya uyğundur. Və bir də paltarın arxasında əslində qanad kimi şeylər də var imiş. Kaş onlarla çıxarmış həqiqətən. Onda lap ilk görəndə bəyənərdim onu. Amma mövzuya uyğundur, bəyəndim Kendall'ı. Kylie də eynən Kendall'dan eyni şeyi geyinib. Sadəcə onun daha da açılmış versiyasını geyinib deyə bilərik. Kendall'ı bilmirəm, daha çox bəyəndim, daha zərif gəldi. Amma Kylie də yenə yaxşıdır. Gracie Abrams da yenə bir tabloya əsasən geyinib. Tapsam o şəkilləri bura qoyacağam, daha yaxşı başa düşündəyə. Ümumiyyətlə ilk görəndə də bəyənmişdim paltarını və mövzu ilə əlaqəli olmasını əsasən də bəyəndim. Paltar özü çox yaraşıb ona. SZA, bu qadının adını necə oxuyurlar bilmirəm. Yəqin ki SZA deyə oxuyurlar. Çox qəşəngdir. Paltar biraz çox detaylıdır, amma qəşəngdir, mövzuya uyğundur. Elə Met Galada ilk görəndə də bəyəndim. Dedim ki, belə şeylər lazımdır, belə şeylər gözləyirəm. Chase Infinity mövzuya uyğundur, rəngli bir şeylər geyinib, sanki bir üstündə qadının şəkil çəkmisən də boyalarından, çox qəşəngdir, bəyəndim. Bad Bunny ilk görəndə tanımadım, anlamadım olduğunu. Amma baxıb deyirəm ki, yəni bu adam qoca birisi deyildi, özünü qocaldan birisinə oxşuyur. Sonra anladım ki, bu sən demə Bad Bunny imiş. Əslində mövzusunu bəyəndim, yəni niyə görə özünü qocaltdığını. Çünki qocalmağın da əslində bir sənət olduğunu göstərir. Yəni burada mövzu moda bir sənətdir və daha doğrusu insan bədəni üzərindəki bir sənəti də əhatə eləyir. Və Bad Bunny burada özünü qocaldaraq qocalmağın da bir sənət olduğunu göstərmək istəyib, bəyəndim şəxsən. Makyajı da yaxşı olub. Doçinin kombinini tam anlamadım nəyə ifadə etmək istəyir. Amma fərqlidir və xoşuma gəldi. Bəyəndim Doçini. Bir də indi fikir verirəm, ayağında ayaqqabı yox imiş. Amma bəyəndim Doçini. Madonna tam olaraq Met Galada öz şousunu göstərdi. Bu geyimini bir tablodan ilhamlanaraq göstərir və tam olaraq tablonun eynisi olub da. Lap bir tablo olmasaydı da belə mən bəyənmişdim onu, çox qəşəng görünür. Çox bəyəndim. Tate McRae. Tate'in paltarını bəyəndim, amma mövzu ilə nə əlaqəsi var onu anlamadım. Bunu başqa bir yerdə geyinsəydi çox bəyənərdim, amma Met Galada bəyənmədim. Blake Lively'nin də paltarını anlamadım, mövzu ilə tam olaraq nə əlaqəsi var. Yəni modanın sənət hissəsini tam olaraq harda ifadə etdiyini anlamadım, amma paltarını çox bəyəndim. Arxadan da özəlici uzun bir quyruğu var idi. Xoşuma gəldi şəxsən. Mövzu ilə əlaqəli olduğu hissəsini anlamadım. Hoyon, daha doğrusu Jung Hoyon deyəsən bu qızın adı belə idi.
Bəyəndim mən, xoşuma gəldi, bilmirəm, belə qara şeyləri çox sevmirəm, amma bu qızın paltarını bəyəndim. Jenny məndə xəyal qırıqlığı yaratdı. Bəyənmədim Jenny-ni. Ondan çox daha yaxşı işlər gözləyirdim. Xüsusi olaraq da keçən ilki Met Gala kombini çox bəyənmişdim və dedim ki, bu qız gəlib bu il də Met Galada ortalığı dağıdacaq, amma xoşuma gəlmədi həqiqətən. Yəni Jenny-yə xüsusi bir nifrətim yoxdur. Mən Blackpink qızlarını sevirəm. Hətta Blackpink qızlarının hamısının ora qatılması bu il çox xoşuma gəldi. Bir araya gəlmələri falan. Amma Jenny-ni bəyənmədim də. Ya Blackpink qızlarına baxsaq, Rose'dən sonra ən bəyənmədiyim Jenny oldu. Rose'yə də gələcək onsuz, onu da şərh edəcəm. John Imah, adamı tanımıram, amma bəyəndim, çox qəşəng görünür. Mən bu videoda deyəsən çox sözünü, çox qəşəng sözlərini çox işlədəcəm. İndi də işlətdim. Hudson Williams bir tərəfdən baxanda qəribə görünür, amma dümdüz kostyumla gəlməməsini sevdim. Yəni bəyəndim əslində. İlk Met Galası olduğunu da nəzərə alsaq, göz makiyajını falan bir araya qatsaq, bəyəndim mən Hudson'ı. Qəşəng. Anok Yay'ın geyimində çox bir şey yoxdur. Əsas işi makiyajındadır. Üzündə bildiyin göz yaşı makiyajı eləyib özünə və hətta dərisini falan da belə qızılı rəngə gətirib. O tərəfdən mən bəyəndim, amma geyim olaraq çox bəyənmədim də. Belə ilk məsələn baxanda deyirəm ki, çox bir şey yoxdur bu geyimdə. Amma makiyaj söhbətini bəyəndim. Margot Robbie yenə qəşəng görünən bir qadındır, amma buraya uyğun deyil. Başqa bir yerdə geyinsəydi bəyənərdim. Grace Ling, bu qızı tanımıram, amma çox qəşəngdir və sleyləyib həqiqətən də. Bildiyin sanki külək gəlib və paltarının belə bir tərəfə əyərək uçurduq da, pozası falan da ona uyğundur. Qəşəng görünür. Gigi Hadid, mənim bu Met Galada ən bəyənmədiyim və bir sonraki Met Galaya banlanmasını istədiyim adam Gigi Hadid ola bilər. Çox bərbad görünürdü, heç yəni qəşəng bir paltar deyil. Başqa bir yerdə geyinsə də bəyənməzdim və Met Galaya uyğunsuzluğunu da nəzərə alaraq ən bəyənmədiyim adam oldu da. La Fey, xanım xatun bir paltar geyinib, amma mövzunun əlaqəsi yoxdur. Hunter Schafer, adını düz oxudum yəqin ki. Mən bu qadını bəyənmişdim ilk görəndə də. Hətta sonra gördüm ki, bu yeni hansısa bir tablodan ilhamlanaraq, hətta tabloda bir qız tablosudur. O şəklin özünü geyinib də, o şəkil olub. Ona görə daha da çox bəyəndim paltarını. Paloma Elsesser, yəqin ki düz oxudum adını, bilmirəm. Tanımıram qadını, amma paltarını çox bəyəndim. Bildiyin hani Emma Chamberlain-dəki kimidir də biraz, sanki üstünə belə bir boya atıblar da qadının. Çox xoşuma gəldi. Lisanı həvəslə gözləyirdim və məni yanıltmadı. Həvəsimi, necə desək, qursağımda qoymadı. Lisanı mən bəyəndim. Bir tək o qolların birazcıq, necə desəm, o qolları onsuz da ora sonradan taxıb və sonradan da çıxartdı. Biraz sanki daha sonradan taxılmış kimi göründüyünü düşünürəm. Amma mövzuya uyğundur və bir dizaynerin paltarını geyinib. O da paltar bənövşəyi rəngdəydi. Yox, bardovi rəngdəydi. Lisa onun ağ rəngini geyinib. Saçı, makiyajı falan çox bəyəndim. Mənim favorilərimdən oldu Lisa. Anne Hathaway-i bilmirəm, məndə qarışıq fikirlər oyatdı, amma mövzuya uyğundur. Amma sözünü də mən bu videoda çox işlədirəm. Mövzuya uyğun olmasını nəzərə alaraq bəyəndim. Favorim deyil, amma yaxşıdır. Lily Rose Depp çox bərbad görünür. Bilmirəm, nədənsə ilhamlanaraq mı geyinib bunu, amma ona baxmayaraq bu paltar heç qıza yaraşmayıb və qızın boyunu çox balaca göstərib. Yəni bura baxanda ya bu qız elə də balaca boylu qız deyil məncə. 1.50 boyundaymış kimi görünür. Ya çox pis geyindiriblər də həqiqətən. Somber, adamı bəyəndim, qəşəng geyinib. Dediyim kimi bu ilki Met Galada kişilər həqiqətən yaxşı işlər çıxardıblar. Audrey Nuna, bizim bu Hunter ikiz bacılardan birisi. Çox bəyəndim. Həqiqətən belə şeylər gözləyirdim də mən Met Galadan. Sanki bir tablodur və üstünə bildiyin rəng atıblar da qızın. İlk gördüyümdən bəri favorilərimdən biridir. Ya bu qadın haqqında daha çox danışmaq lazımdır. İnternetdə çox görmədim bunun geyiminin tərifləndiyini. Məncə təriflənməlidir. Maria Zardoya bu şəkildə tam düşməyib, amma qızın əlində bir kukla var və özünün kukla versiyası ilə gəlmişdi. Bu fikri bəyəndiyim üçün bu qızı bəyəndim. İndi gəldik mənim ən favorilərimdən birinə. Eileen Gu. Qızı heç tanımıram, amma ona baxmayaraq Met Galada məncə bir çoxunun favorilərindən biridir. Üstünə şariklərdən, baloncuqlardan, necə desəm, bir paltar geyinib və paltarından köpüklər çıxır. Yəni Met Galada köpüyü çıxan bir paltar geyinib gəlib. Daha doğrusu bir mexanizm geyinib üstünə. Bu fikri çox bəyəndim, çox fərqli. Başqa kimsədə görmədik belə bir şey. Xoşuma gəldi. Hətta insanlar bunun videosunu ilk görəndə süni intellekt olduğunu fikirləşiblər. O dərəcədə yəni qəşəng bir şeydir.
Kun, bu adamı tanımıram. Çinli məşhurlardan biri imiş və geyimini bəyəndim, xoşuma gəldi. Jisoo. Jisoo mənim yenə favorilərimdən biri. Jisoo'nun Met Gala'ya gəlməsini gözləmirdim. İlk görəndə repertuarda, yəni çox sevindim də. Dedim ki, nə yaxşı Blackpink qızları hamısı qatılıb və ilk Met Galasını görə nəzərə alsaq, ilk Met Galası üçün çox qəşəng geyinib. Yenə bu paltar da hansısa bir sənət əsərindən ilhamlanıb və qəşəngdir. Bir tək Jisoo'nun saçını bəyənmədim, bilmirəm, saçı çox, necə desəm, demode qaldı o paltarın yanında, amma qəşəngdir. Yəni ilk Met Galası üçün çox qəşəng görünür Jisoo. Karina. Aespa qızlarının da qatılmasını gözləmirdim. Karina'yı görəndə də təəccübləndim. Karina'nın geyimini çox bəyənmədim. Bəlkə Koreyada hansısa bir yerdə bunu geyinsəydi bəyənərdim, amma Met Gala'ya çox da uymuyub. Onun da ilk Met Galasıdır. Ya əslində qəşəng görünür Karina, saçını falan bəyəndim, amma Met Gala ilə əlaqəsi yoxdur da mövzu ilə. Karan Johar. Adam üstünə sənət əsərini geyinib gəlib də, deyəcək söz yoxdur, bəyəndim. Julianne Moore, bu qadını bura qoydum çünki bir tabloya əsasən geyinib gəlmiş. Yəni ilk baxanda adam deyir ki, sadə bir şeylər geyinib gəlib, amma bir tablonu canlandırıb. Ona görə də o tablo fikrini bəyəndim. Ümumiyyətlə Met Gala'da hansısa bir tablodan ilhamlanaraq paltar geyinənlər çox idi. Bu fikirləri mən bəyəndim. Heidi Klum. İnsanlar bunu da ilk görəndə süni intellekt olduğunu fikirləşiblər, amma yox, bu qadın süni intellekt deyil, gerçəkdir. Ümumiyyətlə Heidi Klum'u tanımırsınızsa və bekarsınızsa indilərdə gedin bu qadının Halloweenlərdə falan geyindiklərinə baxın. Bu qadın əyninə paltar geyinmirdi. Geyindiyi şeyin obrazına bir dəfəlik bürünür. Həqiqətən bunu eləyəcək çox az məşhur var da. Onlardan biri də Heidi Klum'dur. Ya bu şəkildə həqiqətən özünü heykələ dönüşdürmək fikri, bunu gözləyirdim də birilərindən. Gözləyirdim ki, kimsə heykəl olub gəlsin və Heidi Klum bunu etdi. Afərin. Connor Story. Çox bəyənmədim. Onun da ilk Met Galası idi. Yəni başqa bir yerdə də bunu geyinə bilərdi. Amma o koftası qollarını çox qəşəng önə çıxardıb, bunu demək istəyirəm. Ning Ning. Aespa qrubundan Karina və Ning Ning qatılıbmış. Mən gözləmirdim Aespa qızlarını həqiqətən. Ning Ning amma çox axırda gəlib də. O dərəcədə ki, bildiyin 2 saat 42 dəqiqə getdi də Met Gala. 2 saat 40-cı dəqiqəsində Ning Ning çıxıb xalçaya. Artıq o hissədə mən Ning Ningi heç görmədim də, sonra internetə düşəndə gördüm. Əslində yaxşıdır, bunu Koreyada geyinsəydi bəyənərdim, amma Met Gala standartına nə qədər əməl edib bilmirəm. Biraz belə şeyə oxşuyur. Nə deyirlər? Matalkaya oxşadıram Ning Ningi. Yenə də ilk Met Galasına görə o qədər bərbad deyil, amma çox yaxşı da deyil. Ya hansı bir sənət əsərindən götürülüb bir şey mi göstərməyə çalışıblar, onu anlamadım. Deyəsən göstərməyiblər heç bir şey. Elə beləsinə Gucci geyinibmiş, Gucci'dən bir şey geyinib gəlib. Amanda Seyfried. Hər hansısa bir paltardı da. Janelle Monáe, adını düz oxudum yəqin ki. Belə çox bəyənmədim paltarı, amma sadəcə üstündə kablo olduğu üçün bəyənmədim. Amma Met Gala'ya uyğun olmasını və çox fərqli bir şey olmasını bəyəndim. Sanki belə bir, necə desəm, elektrik stansiyasıdır, amma işlənməmiş bir elektrik stansiyasıdır. İllərlə qalıb orada, bütün ot basıb, o cür bir şey kimi gəlib. Bu barədə bəyəndim əslində. Yəni mənə belə bir paltar versəydilər Met Gala'da geyinməzdim bunu, amma bəyəndimmi bəyəndim. Başqa birisində bəyənərəm. Rose. Bayaq Jenny-də demişdim Rose haqqında danışacağam. Rose-ni heç bəyənmədim. Onsuz da mən Rose-dən çox da böyük bir şey gözləmirdim. 3-cü Met Galasıdır və bura qoyacağam həqiqətən. Rose-nin 3 Met Galada geyindiyi paltarları bura qoyacağam. Aradakı 7 fərqi tapın da. Rose ümumiyyətlə çox sıxıcı geyinən birisidir məncə. Baxın, Rose-yə şəxsi bir nifrətim yoxdur. Mən Blackpink-i sevirəm, Blackpink qızlarını sevirəm, amma Rose-nin paltarı, yəni əlaqəsizdir. Bir tək o aşağıya taxdığı bir şey, bir sənət əsərindən, bir deyəsən dizaynerin paltarından mı götürülüb? Amma o paltarın orijinal halı ilə çox əlaqəsi yoxdur da, daha yaxşı ola bilərmiş. Yəni bilmirəm, Rose bu geyim işlərində çox sıxıcı davranır məncə. Çox qəşəng qızdır Rose. Yəni niyə gedib daha maraqlı şeylər geyinmir? Niyə daha göz qamaşdırıcı olmağa çalışmır bilmirəm. Yəni tərzi budur desəm tamam da, amma bu 3 Met Galada geyindiyi şeylərin bir-birindən fərqi yoxdur da, biraz dəyişikliyə getsə yaxşı olar məncə. DJ bizim yenə Hunter X bazılardan biri. Saçını çox bəyəndim, saçı fərqli olub. Geyimini də bəyəndim əslində, çox qəşəng görünür. Sadəcə sənət hissəsini mən anlamadım, amma qəşəngdir. Yəni ilk Met Galası da onun da deyəsən. Sənət hissəsini anlamadım, tam olaraq nə ifadə etmək istəyir bu geyimlə, amma bəyəndim. Yəni geyimini bəyəndim sadəcə. Katy Perry.
Katy Perry'nin də ilk Met Gala'da görəndə tanımadım olduğunu, maskasının açıldığı hissələri görmədim. Amma burada geyiminin bir mənası var. Görürsünüzsə bu şəkildə əlində 6 dənə barmaq var və burada da əslində süni intellektə söz atmaq istəyib. Yəni süni intellektin bir sənət olmadığını ortaya sərərək gəlib. O maskasını açanda da altında necə desəm robotumsu bir ifadə var idi. Burada biraz süni intellekt teması ilə çıxış edib. Ona görə də bu fikri mən sevdim. Yəni sadə görünür belə baxanda, amma o 6 barmaq söhbəti və süni intellektdə əsasən belə bir şey etməsi xoşuma gəldi. Jordan Road gözlədiyim paltarlardan biri idi də kimsə belə bir şeylər geyinib gəlsin. Lisada gördük bunu, bir də bu qadını da çox bəyəndim. Mənim üstümdə belə bir şey olsaydı, mən təsadüfən güzgüdə falan özümə baxanda qorxardım da arxamda bir şey var deyə. Bəyəndim bu qadını. Rar Lopez, bu adamı tanımıram, amma geyimini bəyəndim. Yenə yuxarıda bir adamın geyiminə oxşuyurdu. Yəni o rəngli şeyləri sevdim həqiqətən. Sabine Geti çox bəyəndim. İlk çıxanlardan biri idi və ilk görəndə dedim ki, qəşəngdir. Üstündə sanki bir şəkil çəkiblər də qadının. Yəni çox qəşəng idi. Bunu hansısa bir çox məşhur, belə celebrity məşhurlardan biri geyinsəydi, daha çox danışılardı. Amma bu qadın çox tanınmırdı. Yəni şəxsən mən tanımıram. Çox danışıldığını görmədim. Məncə bu geyim də olduqca abartılmalıdır, olduqca təriflənməlidir. Manish Malhotra tanımıram yenə. Tanımadığım birisi, üstündəkini bəyəndim. İndi fikir verirəm şəkildə. Üstündə insan fiqurları var imiş. Geyindiyi xoşuma gəldi həqiqətən. Ben Platt, bu adam da yenə bir tablonun geyimini geyinib. Hətta məşhur bir tablo deyil, məncə bura qoysam bəlkə lap belə rəsmlə əlaqəsi olmayan insanlar da bu tablonu məncə görmüşdür. Bəyəndim, xoşuma gəldi, mövzu ilə də əlaqəlidir. Lena Dunham, nə geyindiyini anlamadım. Və paltar da çox boğucu bir paltardı məncə və mövzu ilə də əlaqəsi yoxdur yəqin ki. Heç bəyənmədim. Miley Chamley Watson, yenə tanımadığım, amma çox bəyəndiyim birisi. Üstünə bildiyin sənət əsərini geyinib gəlib də adam, çox qəşəng görünür. Nichapat Subhap adını oxuya bilmədim və paltarını çox bəyəndim. Bir, yəni fərqli və qəribə bir şeydir. Sanki arxadan kimsə əlini atıb ora. Maraqlı bir geyimdir, xoşuma gəldi. Sandy Rose Kidman, bu da Nicole Kidman'ın qızıdır. Anasını heç bəyənmədim, amma qızını bəyəndim. Biraz belə Jisoo'nun paltarına oxşuyur, onun vibe'ı var. Və bilmirəm, yəqin ki bu qızın da ilk Met Galasıdır falan. Qəşəng görünür, xoşuma gəldi. Lauren Sanchez Bezos, bu qadını heç sevmirəm. Və bir də Met Gala'nın sponsoru imiş bu il. Ona baxmayaraq ən sıxıcı paltarı necə geyinə bilib anlamıram. Ya elə beləsinə Met Gala'ya sponsor olub da sadəcə. Ona heç uyğunlaşımmı, ona uyğun bir şey geyinim falan fikri yox idi. Bir Karozini. Bu qızın da paltarının bu aşağı hissəsini bəyəndim. Sanki belə boya axırmış kimi. Kaş o boya axma hissəsi biraz daha yuxarıdan başlasaydı daha yaxşı olardı. Amma bu halda qəşəngdir. Ya əslində qəşəngdir. Mən sevdim bu qadının paltarını. Və video bu qədər idi. İzlədiyiniz üçün təşəkkürlər. Sağ olun.